Ləm yəlit və ləm yulad. Bu Allah məfhumunun tam mənşəyini açır. Deyir, nə doğulubdur, nə də doğubdur. Yəni bu ilahi qüvvədir. Bu insana bənzər bir qüvvə deyil. Bunu insanlaşdırmaq düzgün deyil. Və ləm yakun ləhu kufuvan əhəd. Və ona oxşar da dünyada heç bir şey yoxdur. Baxın, görün, bu 4-5 sətirdə Allah məfhumu nə qədər güclü və nə qədər məsələn açıq aydın açılıbdır. O biri surə, bunu da hamı bilir, hamı deyir, amma hamı mənasını daşımır. Məsələn, bu Fatihə surəsi. Oradakı olan o gözəl sözlər. Məsələn, deyir, Allaha müraciət edir, dua edir. Deyir ki, ehdinə sıratal müstəqim, sıratəl-ləzine ən'amtə aleyhim, qeyrəl məğdubi aleyhim, vələd-dallin. Müsəlman Allaha müraciət edir, deyir ki, məni sənin deməli mərhəmət etdiyin, yaxşılıq etdiyin insanların yolu ilə apar, düz yolla apar. Qəzəb etdiyin insanların və azğınların yolu ilə mənə aparma. Nə qədər gözəl, nə qədər güclü duadır bu. Duanın mahiyyəti gözəl. Bəli.